Allah Taala'ya zülm sifətini nisbət etmək yol verilməz bir əməldir. Yəni Allahın bu sifətlə vəsf etdirmək, yəni Allaha qarşı haqsızlıqdır. Elə Allahın özünə qarşı böyük bir zülmdür. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisində, xüsusən qüdsi hədisdə belə deyilir. Allah Taala buyurur ki, ya ibadi, inni harramtu zulmə alə nəfsi. Ey qullarım, həqiqətən mən özümə zülm etməyi haram etdim. Fikir verin. Bu hədis nəyə dəlildir? Allah Taala'nın heç kəsə zülm etməməsinə dəlildir. Açıq aşkar qüdsi hədisdir ki, deməli hədisdə zikr olunur. Allah Taala buyurur ki, ey qullarım, mən özümə zülm etməyi haram etdim. Və bu nəyi göstərir əziz qardaşlar? Bu onu göstərir ki, Allah Subhanahu və Teala zülm etməz. Və Allah Taala'nın ədaləti kamildir. Və necə ki, Kəhf surəsində Allah Taala buyurur, və la yazlim rabbuka ahada. Səni Rəbbin heç kəsə zülm etməz. Bu ayə də açıq aşkar onu göstərir ki, dəlil olaraq Allah Taala heç kimə zülm etmir.